Bugün ən dəhşətli şey cəmiyyətin aqressiyasıdır. Cəmiyyət aqressivdir. Çox, bəli. Xaricdə oturan da aqressivdir. Burada bir-biri ilə danışan da, hətta efirə çıxa bilməyən də aqressivdir. Münasibətlər sistemində bir əsəbilik var. Bu proses bizi yaxşı şeylərə aparmır. Yaxşı şeylər də vəd etmir. Gülər üzlü çox az insan görərsiniz. Çox az insan görür. Dövlət bunun üçün birinci növbədə sosial paket hazırlamalıdır. Dövlətin böyük bir sosial paketi olmalıdır. Mən dəfələrlə qeyd etmişəm. Cənab Prezident bu günlərdə kənd təsərrüfatına həsr olunmuş müşavirədə belə qeyd etdi ki, artıq şəhərə gələnlər geri qayıtmalıdır. Necə qayıtmalıdırlar? Bunu müvafiq strukturlar işləyib Cənab Prezidentə verməlidir, amma işləmirlər. Hesab edirlər ki, kənddə bir fermerə subsidiya ayrılırsa, aqrar sektorda vergilər yoxdursa və ya minimaldırsa, elə iş gedəcək, proseslə qayıdacaq. Bu cür olmur. Dünya təcrübəsi var. Necə həyata keçirilməlidir bunlar? Kənd təsərrüfatında çalışan insanlar yerlərində qalması, işlə məşğul olması, pul qazanması üçün kənd təsərrüfatı sektoruna aid böyük bir plan qoyulmalıdır ortalığa. Və yavaş-yavaş o plan elə həyata keçirilməlidir. Nə ilə? Heç uzağa getməyə lazım deyil. Amerika Birləşmiş Ştatlarının, Hollandiyanın, Danimarkanın, hətta Pribaltika Respublikalarının, Fransanın özünün kənd təsərrüfatını necə ayağa qaldırdığı konsepsiyasına baxsalar, görərlər ki, bu hardan başlayıb? Hardan başlayıb? Böyük korporasiyalardan. Yığışdırmaq lazımdır bu fermerə 5 manat, o fermerə 10 manat, bu dənli bitkilərə əkənə bu qədər, bostan bitkilərə əkən və yaxud da meyvəçilik salan bu qədər. Kəndləri birləşdirmək lazımdır. Fermerlər kəndini geri qaytarmayacaq. Kəndini geri qaytaran korporasiya olacaq. Kəndi işlədən, kəndi yaşayış səviyyəsini təmin edən kəndlinin və o kənddə yaşayan insanları geri qaytaran amil korporasiya olacaq. Dövlət bütün özəl torpaqların hamısını o adamların özünün payçı olaraq, onlarda pay hesabı qalmaqla payçı edib böyük korporasiyalar yaratmalıdır və dövlət də 50% pay olmalıdır. Digər hissələri dövlət qoymalıdır. Və yavaş-yavaş onlar böyüməlidir. Həm adamlar işləməlidir, həm payçı olmalıdır. Və oradan sonra yavaş-yavaş dövlət payını satdıqda təmərküzləşmə prosesi də olacaq və s. Bu uzun bir konsepsiyadır. Yer gəlmişkin Ümid Partiyası bu konsepsiyanı təqdim edib. Özünün demək partiya səhifəsində də bu var. Sosial paket. Niyə Azərbaycanda qaza limit tətbiq olunmalıdır? Və hökumətin dəfələrlə qeyd etdiyim kimi, hökumət nədən ötürü bu qaz limitindən daxil olan əlavə vəsaitin, limitdən məhz daxil olan vəsaitin miqdarını açıqlamır. Nədən ötürü? Açıqlasın görək, büdcəyə bu adamlar nə qədər verir? Bunu hüquqi şəxslə, fiziki şəxslər arasında hansı formada tənzimləmək mümkün? Niyə işığa limit tətbiq etməlidir? Niyə Azərbaycanda 1 kilovat elektrik enerjisinin maya dəyəri açıqlanmır? Satış qiyməti ilə maya dəyəri arasındakı fərq açıqlanmır? Nə qədərdir? Niyə Azərbaycanda bu qədər cərimələr olmalıdır, maaşların bu qədər aşağı olmasına rəğmən? Niyə cərimələr bu qədər yüksək tətbiq olunmalıdır? Nəyi dəyişir bu cərimələr? Cinayətlər mi azalır? Qanun pozuntuları mı, inzibati pozuntular mı azalır? Yox, azalmır. Və cinayətkarlığı azaltmaq lazım olsaydı, Avropa, dünya, mədəni dünya ölüm hökmünü ləğv etməzdi. Deyərdi ki, ölüm hökmü cinayətlərin azalması üçün əsas şərtdir. Yox. Yaxın şərq ölkələrində, bizim də daxil olduğumuz coğrafiyaların əksəriyyətində ölüm hökmü var. Hər gündə ölüm hökmü icra olunur. Amma heç cinayət azalmır. Cinayəti törədən səbəblər düşüncədir, təfəkkürdür, sosial həyatdır, iqtisadi münasibətlərdir, ailə münasibətləridir, vərdişlərdir, cəmiyyətin ümumi halıdır. Azərbaycan cəmiyyəti əsəbi cəmiyyətdir bugün. Çünki kifayət qədər problemləri var, kifayət qədər çətinlikləri var və bu əsəbi problemin içərisindən mütləq və mütləq cinayət ortaya çıxacaq. Bu cəmiyyətin əvvəlcə üzünü güldürmək lazımdır. Bu cəmiyyətin əvvəlcə problemlərini həll etmək lazımdır. Biz deyəndə ki, uşaq pulu verilsin, belə düşünürlər ki, uşaq pulu vermək üçün elə bir əsas yoxdur. Demoqrafik vəziyyətimiz pis deyil, demoqrafik vəziyyət.
Ki demoqrafik vəziyyətimiz də həddən artıq pisləşir. Boşanmaların da sayı artır. Ailə nikah münasibətlərinə girənlərin də sayı azalır. Doğum faizi də aşağı düşür. Bu da əsasdır. Amma bundan da daha əsası odur ki, biz ailələrə dəstək verməliyik. Necə dəstək verməliyik? Dövlətin sosial paketinin içərisində bu da mütləq yer almalıdır. Mütləq yer almalıdır ki, uşaq həm də dövlətin himayəsində olmalıdır. Uşaq həm də dövlətdən qayğı görməlidir. Uşaq gələcəkdə də hiss etməlidir ki, onu böyüdən valideyni ilə yanaşı bir də dövlətdir. Amma bizim deputat çıxır deyir ki, uşaq pulu versələr valideynlər işləməyəcək. Vallahi işləməyəcək anlayışına yanaşacaq ki, çox pulu alacaq işləməyəcək, onda deputatlar heç işləmir. Çox pul alırlar, heç işləmirlər. Bəli. Demək ki, əgər göstərici odursa, deputatlar işləmir demək ki. Axı o göstərici ola bilməz. İnsanlar çox pul qazandıqca daha yaxşı yaşamağa Bəli. meyl edirlər. Daha yaxşı. Daha yaxşı işləməyə, daha çox işləməyə, daha çox şey əldə etməyə çalışırlar. Bəli. Pul olmayanda çıxış yolu tapmırlar deyə o tənbəlləşmə bilirsinizmi nəyin nəticəsi? İnsanlar bilirsinizmi niyə tənbəldir? İnsanlar bilirsinizmi niyə işləmirlər? Çünki əməyinin müqabilində alacaqları o qədər azdır ki, deyir ona görə gedib bunu sərf edincən, bu qədər əmək sərf edincən, elə başqa bir işlərlə məşğul olaram. Bəli. Amma görsə ki, əməyi doğru dürüst qiymətləndirir və əməyinin müqabilində kifayət qədər maaş alır, insanların hamısı işləmək üçün mübarizə aparar. Heç kim iş yerini itirməyə meyl etməz. Deməz ki, buradan çıxacam, gedib başqa bir yerdə tapacam. Ən dəhşətli hallardan biridir, dəfələrlə qeyd etmişəm. Bu ölkənin ən pis xüsusiyyətlərindən və işləmək istəyənlərin sayının az olduğunun göstəricisi ayrı bir şeydir. İşləyən adamla işləməyən adamın arasında yaşayış fərqində o qədər də fərq yoxdur. İşləyən adamla işləməyən adam aşağı-yuxarı eyni cür yaşayır. Çünki işləyən adam o qədər az maaş alır. İşləyən adam o qədər az əmək haqqı alır. Ona görə də işləyənlə işləməyənin arasında elə bir fərq yoxdur. Dövlət bunu qapatmalıdır, adamlara göstərməlidir ki, işləyən adam kifayət qədər yaxşı yaşayır, kifayət qədər gözəl yaşayır, onun problemləri yoxdur. Daha minimal haqlarla onu da işləməyən adam səviyyəsinə çatdırmağın heç bir mənası yoxdur. Bu proseslər həll olunmazsa, dövlətin qarşıdurma əhval-ruhiyyəsi, cəmiyyətdəki qarşıdurma əhval-ruhiyyəsini heç nə ilə dəyişmək mümkün deyil. Zorən yalançı maaşlar saxlamaqla və yaxud da çox az miqdarda işçilik saxlamaqla heç nəyi həll etmək mümkün deyil. Bugün 830 minə qədər, 870 minə qədər dövlət müəssisəsində çalışan adam var. Dövlət bu yükü azaltmalıdır. Bəs onlar da işsiz qalsın. Başqa cür şərait yaratmaq lazımdır. Bu adamların böyük əksəriyyəti harada, necə işləyir? Dövlət bu qədər yükü niyə üzərinə götürməlidir? Dövlət o yükü azaldaraq başqa yerdə təminatı, xüsusilə özəl sektorda təminatı gücləndirməlidir. Bugün özəl sektorda təminat olduqca aşağıdır. Özəl sektorda, xüsusilə orta sektor demək olar ki, yoxdur. Çox təəssüf ki, hökumət bəzən rəqəmləri sadəcə götürür və o rəqəmlərə uyğun da bir statistika yaradır və hesab edir ki, bu düzdür. Vöyn alan hər bir kəs pul qazanmır, ay hörmətli hökumət nümayəndələri. Vöyni olmaq pul qazanmaq demək deyil. Vergidə qeydiyyatdan keçmək, onun iş adamı olması demək deyil. Siz bunun bir fəaliyyətinə baxın, görün, bu ümumiyyətlə bir iş görürmü? Bəli, tamamilə haqlı. Bunun bir qazancı varmı? Yoxsa vöyündən keçib bu iş adamıdır. Torpağı varsa, pay torpağı varsa bu fermerdir. Xeyr, belə bir şey yoxdur. Əkirmi, becərirmi, o yararlıdır, ondan fayda götürə bilirmi? Götürə bilmir. Adam bir torpaqda işləmək üçün fərz edək ki, 3 nəfərlik ailə üzvü pay torpağı alıb, 2 hektara yaxın pay torpağı var. 2 hektar pay torpağında bir il ərzində işləyirlər. Taxıl əkirlər, fərz edək. Orta statistik rəqəm Azərbaycanda 30 sentnerdir deyək ki. Yəni 3 ton taxıl götürürlər. 3 ton taxıl 31 qəpikdən müəyyən etmişdiniz taxılın qiyməti.
Müəyyən eləyin, görün nə qədər eləyir 31 qəpikdən 3 ton taxıl. 900 manat, 930 manat pul eləyir. Bəli. 2 hektarda 1800 manat pul eləyir. İndi 1800 bölün 12 aya, görün nə qədər pul düşür. Görün bir il işləyən ailə oradan nə qazansın, necə qazansın, rentabelliyi necə təmin eləsin. Təəssüf. İqbal bəy, Və bütün bunların fonunda da sən onu fermer kimi qeydiyyatdan keçirsən. Yeri gəlmişkən bu günlərdə Mərkəzi Seçki Komissiyası rəqəmlərdən və statistikadan danışdı. bir yazı yazmışdınız. Mərkəzi Seçki Komissiyası elan edib ki, 6 milyon 200, səhv etmirəmsə 32 min Bəli. Azərbaycanda seçici var. Olsun. Seçicimizin miqdarı bu qədər. Dövlət Statistika Komitəsi deyir ki, 18 yaşına çatmış adamların ölkədə sayı 2 milyon 634 mindir. Bunu da qəbul etdik. Rəqəmlərdə 5 aşağı 5 yuxarı səhv deyə bilər, amma ortalama budur. Məlum olur ki, Azərbaycanda 8 milyon 996 min əhali var. Ya 996 min əhali var. Qəbul elədik. Bəs Dövlət Statistika Komitəsi deyir ki, ölkənin 10 milyon 268 min əhalisi. Biz 1 milyon 302 min əhali haradadır? Kimin siyasındadır? Kimsə iddia edirsə ki, bunlar mühacirətə gedib və yaxud da məcburi iş üçün ölkəni tərk edib başqa ölkəyə gedib, bu argument deyil. Məcburi şəkildə ölkə vətəndaşlığından çıxmayan adamların hamısı siyahıda olmalıdır, seçici siyasında olmalıdır. Bəlkə seçki günü gəlib səs verəcək. O ki, ölkə vətəndaşlığından çıxmayıb. Deməli, onları seçici siyasına salmayıblar. Yox, seçici siyasından məsələsi o deyil. Mən əminəm ki, Rusiyada işləyən, müvəqqəti gedən adamların hamısı o seçici siyasında var. Bu 1 milyon 302 min adam var mı, yox mu? Məsələ bundadır. Varsa, ölkənin bütün statistik rəqəmlərinin hamısı yanlışdır. Niyə? Məsələn, gəlin adicə bir şey deyək. Ümumi daxili məhsul nəyin hesabında formalaşır? Məsələn, bu günlərdə məlumat verdilər ki, ilk 3 ayda ümumi daxili məhsul 20 milyard manat oldu. Əgər 20 milyard manat olubsa və əhalinin də 10% siyahıda yoxdursa, Statistika Komitəsi isə deyirsə ki, 10 milyon 268 min, reallıqda isə 8 milyon 996 min əhali var. Məlum olur ki, ümumi daxili məhsul 20 milyard deyil, 3 ay ərzində ümumi daxili məhsul 16 milyarddır. 17 milyarddır. Yoxdur ümumi daxili məhsul. Çünki ümumi daxili məhsul hesablanarkən birinci növbədə əhalinin istehlak xərcləri hesablanır. Sonra istehsal və s. Demək, bu yoxdur. Sən bu rəqəmi necə çıxartmısan? Və yaxud ölkədə tutaq ki, kartof istehlakı nəzərdə tutulur. Biri var 10 milyon əhalinin kartof istehlakını 10 milyon 268 mini hesaplayasan. Məsələn, deyir ki, bu il Azərbaycanda 900 min ton kartof istehsal olunub, 130 min ton da xaricdən gətirilib. 130 min gətirildiyi dəqiqdir, çünki bu gömrükdən keçib bu hesabatlar var. Amma sənin 900 min hesabladığın yanlışdır. Sən 900 min istehsal etməmsən. Çünki 1 milyon 302 min adamın siyahıda olmadığını sən həmin ümumi rəqəmlərə bölümsən. Baxın İqbal bəy, mən sizin o yazınızla tanış oldum. Bəli. Və mətbuatda da yayıldı, sosial şəbəkələrdə də. Siz Azərbaycanda olan böyük partiyalardan birinin rəhbərisiniz. Sizin o yazınıza cavab gəldimi? Gəlmədi, təəssüflər olsun. Bax, problem odur da. Bax, siz böyle bir siyasi institutun rəhbərisiniz, yazı yazırsınız. Əslində bilirsiniz nədir? Əslində buna dərhal səlahiyyətli dövlət qurumları, birinci növbədə isə baş prokurorluq münasibət bildirməli idi. Baş prokurorluq dərhal araşdırmaya başlamalı idi ki, dövlət necə aldadılır? Necə yəni 1 milyon 302 min adam siyahıda yoxdur? Haradadır bu adamlar? Niyə əlavə etməmişsiniz? Ya Statistika Komitəsi sən yalan məlumat verirsən, ya Mərkəzi Seçki Komissiyası sən yalan məlumat verirsən və yaxud deyilən rəqəmlər və bunun fonunda da bütün rəqəmlər, Azərbaycanın bütün rəqəmlərinin hamısı yalandır. Bunu araşdırmalıydılar. Çünki bunun tərkibində çox böyük cinayət xarakterli əməl var. Bax, yenə də əvvələ qayıdırıq da. Niyə siyasi institutlar eşidilmir? Misal üçün, başqa bir ölkədə bir partiya lideri... Siyasi institutların eşidilməsi
üçün siyasi institutlar güc olmalıdır. Güc olması üçün mütləq seçici seçimini etməlidir. Evində oturmaqla onun problemi həll olmayacaq. O siyasi institutların yanında olmalıdır. Gəlməlidir, aktiv vətəndaşa çevrilməlidir. Siyasi institutlarla bir yerdə qərar verməkdə, proseslərdə iştirak etməlidir. Yox, hesab edin. Ümid Partiyasının yanında kifayət qədər. Hesab edin, bilirsiniz, görünür hələ azdır. Daha çox adam olmalıdır, daha çox insan olmalıdır ki, bu proseslər həll olunsun, bu problemlər həll olunsun. Cəmiyyət seçimini etməlidir. Mən bir tərəfəm, heç nəyə qarışmıram. Sən bir tərəf olub heç nəyə qarışmadıqca problem həll olunmayacaq. Problem həll olunmayacaq. Problemin həll olunması üçün, çünki bu mənim problemim deyil, cəmiyyətin problemidir. Bu, bütün vətəndaşların problemidir. Vətəndaş hamısı ortada olmalıdır. Vətəndaş, bu demək deyil, ortada olmaq töküldüm meydanlara, yox. Siyasi institutlarda olmaq lazımdır, siyasi mövqe qoymaq lazımdır. Siyasi institutlar da hakimiyyətə düzgün mesaj verir ki, bax, insanlar bunu bu şəkildə istəyir. Deyəndə insanlar bu şəkildə istəyir, başqası deyir, hardan o, hanı o insanlar? İqbal bəy, bizim cəmiyyətdə bax, ən böyük problemlərdən də biri budur ki, siyasi institutlara qatılmamaq. Məsələn, biz indi çıxsaq sizinlə birlikdə bayıra, çölə, görəcəyik ki, hər kəs hörmətlə yanaşır, hörmət eləyir, İqbal bəydir falan. Amma partiyaya gəlib üzv olmaq istəyirəm deyənlərin sayı nə qədər? Yenə deyirəm, o siyasi institutlaşmanın yeni mərhələsi başlamasa, bu proses olmayacaq. Onun başlaması üçün də mütləq və mütləq fərqli şərait, fərqli yanaşma lazımdır. Yox, hakimiyyət bu şəraiti yaratmağı düşünməyəcəksə, bugün dini qruplar, cəhalət qrupları daha çox artacaq. Nə etməklərindən asılı olmayaraq. Çünki insanlar kasıblaşdıqca, insanların sosial vəziyyətləri artdıqca, ümidsizliyə qapıldıqca, daha çox mistik qüvvələrə və yaxud da mistik yanaşmalara daha çox üstünlük verirlər. Tamamilə haqlısınız.